Bizə deyirlər ki, dəqiqliklə deyirlər ha. Bu gün son günümüzdür. Sabah dünyamızı dəyişəcəksiniz. Neyniyərik? Birimiz ibadətimizi artırarıq. Birimiz zikirləri artırarıq. Birimiz duaları artırarıq. Birimiz yardımlar eləyərik. Hərə bir işlə məşğul olacaq, hamısı da səmimiyyətlə olacaq ha. Son günümüzdür da. Nə elədiydi, sabahımız yoxdur. Amma bir bu sualı Allah üçün yaşayan bir insana verələr. Bir onun əməlində heç bir dəyişiklik olmaz. Onsuz da Allaha görə yaşayır da. Onun yaşayışı o idi ki, sanki bugün son günümdür. Amma bizə desələr ki, bugün son günümüzdür, bilir ya. Ölümümüzə əminliyimiz var ki, bir saat sonra da dünyamızı dəyişə bilər, amma elə yaşamırıq. Hələ deyirik, var da, Allah rəhəmlidir, biraz da ömür verər. Nə bilim, ballarının xeyir işini görür, nə bilim, belə ömrümüzü öz arzu xəyallarımızla uzadırıq.